Hazırda ölkə ərazisində 1000 hektarlarla əkinə yararlı olan torpaq sahələri var, lakin istifadə edilmir. Yaxud da vaxtilə əkinçilik, heyvandarlıq sahələri üzrə istifadə edilən torpaq sahələri indi yaşayış ərazilərinə çevrilib. Sözü gedən hala daha çox Abşeron rayonunda rast gəlinir. Bəs illərdir istifadəsiz qalan 1000 hektarlarla əkinə yararlı torpaq sahələrini öz təyinatı üzrə istifadə etmək mümkündürmü? Otlaq sahələr olsa əlbəttə sonra heyvanımızı çıxardarıq, otardarıq eləyərik. Heyvanlarımız da bizə çox belə baha gəlməz. Həm də biz onu ucuz qiymətə sata bilərik. Vaxtilə Bakı ətraf kənd və qəsəbələrdə Abşeronda üzümçülük, heyvandarlıq, əkinçilik insanların ən böyük məşğuliyyəti idi. Bu sahələr həm də Abşeronda da ən inkişaf etmiş kənd təsərrüfatı sahələrindən olub. Bakı ətrafı kənd və qəsəbələrin torpaq sahələri kənd təsərrüfatı təyinatı olduğu üçün son 30 ilə qədər də bu torpaqlardan öz təyinatı üzrə istifadə edilib. Bakının kənd və qəsəbələrində vaxtilə hektarlarla əkin sahələri, heyvandarlığın inkişafı üçün örüş və 1000 hektarla bağ sahələri əkib becərilib ki, hansı ki bu torpaqlardan indi əsər əlamət belə yoxdur. Bəli, bir zamanlar 1000 hektarlarla əkinə yararlı torpaq sahələrini indi insanların yaşayış məskənləri əvəz edir. Abşeron sakini Kamil Hacıyev 30 ilə yaxındır ki, Məmməli kəndində fermer təsərrüfatı ilə məşğuldur. Deyir, vaxtilə heyvandarlıq və əkin sahələri üçün ayrılan torpaq sahələri zaman keçdikcə müxtəlif təyinatlar üzrə istifadə olunmağa başladı. Boş-boş torpaqlar qalıb da, hamısı versinə biz istifadə eləyək. İstifadə həm dövlətə vergi verərik, həm də ki bizim üçün də rahatçılıq olar. Həm bu heyvandarlıq çox belə bahalaşmaz olmaz, ət baha olmaz. İndi də Bakı kəndlərində heyvandarlığın inkişafına bir çoxu əngəllər var. İndi otu çox bahalırıq, əlbəttə arpanı bahalırıq, yemi bahalırıq. Onun üçün də bizə də bu sərf eləmir də mal heyvan saxlamaq yəni. Nə qədər boş torpaqlar var da. Onun hamısını məsələn bizim üçün ayırsalar, biz orada əkin biçin eləsək, yəni bizim üçün çox belə yaxşı, ucuz olar da. Millət vəkili Tahir Rızayevin sözlərinə görə Bakı ətrafı kənd və qəsəbələrdə mövcud olan əkinə yararlı torpaq sahələrinin böyük hissəsi bələdiyyələrin və dövlətin balansındadır. Təəssüf ki, vətəndaşlara torpaq bölgüsü ilə verilən əkin üçün nəzərdə tutulan sahələr də hazırda öz təyinatı üzrə istifadə edilmir. Əkinə yararlı müdbir torpaqları bunlar tikinti altına veriblər. Bu torpaqlar 100 hektarlardandır. Ancaq bunu bugün aradan qaldırmaq çox çətindir. Çünki orada insanlar məskunlaşıb, insanları oradan çıxarmaq mümkün deyil. Ancaq həmin insanlara müəyyən hüquqi sənədlərin verilməsində də çətinliklər yaranır. Ona görə də tədbirlər hazırlanıb, müəyyən layihələr var ki, həm o evlər sənədləşdirilsin, həm də qalan o torpaqlardan bundan sonra səmərəli istifadə olunsun. Bəs sözcüdə 1000 hektarlarla əkinə yararlı torpaq sahələrinin yenidən əkin dövriyyəsinə salınması mümkün ola bilərmi? Qurumlar bu arada fikirləşib, həmin torpaqları əkin dövriyyəsinə daxil eləsinlər. Çünki bugün həmin torpaqlarda digər kənd təsərrüfatı məhsulları yetişdirilməsi mümkün olmasa da, məsələn, tərəvəçilik inkişaf etdirilə bilər, meyvəçilik inkişaf etdirilə bilər, müəyyən sahələrdə heyvandarlığın inkişafı üçün şərait var. Bunlar yaradıla bilər və tədbirlər görülə bilər. İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətindən verilən məlumata görə hazırda Bakı ətrafı kənd və qəsəbələrdə əkinə yararlı torpaqların ümumi sahəsi 41 min hektardan artıqdır. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.